Ha. Allah sana salamat eləsin. Əziz izləyicilər, nə yazıb, nə oldu da? Laylar da oxuyur. Da bunun əziyyəti də var. Əgər buna qarşı sizin sevginiz varsa, bunu lap belə əzizləməlisiniz də. Əziz izləyicilər, bu var ha, bunlar həssas şeylərdir. Yəni amma çox maraqlı günlərdir. İnanın bütün insan bütün əsəblərini sakitləşdirir. Əziz izləyicilər, zəhmət olmasa ekranı hamı vursun. Bir dənə 15 kaliyon, ürəyim partladı uje. Bir dənə 15 kaliyə 3 manat məhəbbət. Ha. Bu sıranı tut. Hamısı 3 manat. Bir dənə zəhmət olmasa 15 kaliyə qılad yoluz aprel ayında olacaq. Mart-aprel ayında əkilir olar. Əziz izləyicilər, bir dənə zəhmət olmasa ekran bəyənməsini 15 kaliyə sümbül soğanları 1 manat 50 köpük. Bütün rayonlara, şəhər daxili ürəyiniz har istəyirsə buyurun. O ayrı gül idi. Geranlar 3 manatdır. Əziz izləyicilər, zəhmət olmasa ekranı bəyənək, sümbül soğanlarını həyətə əkə bilərsiniz. Sonra həyətiniz yoxdursa, qabıda əkib həyətdə saxlaya bilərsiniz. Ama onu ben değişik şeye eşsem olur. Olur, bəli. Uzun ömürlü. Uzun ömürlüdür. Zəhmət olmasa ekranı bəyənək, bəli. 3-4 gündən bir su vermək lazımdır. Bir dənə zəhmət olmasa 15 kaliyə yön. Hamı ekranı vursun. Ürəyim partladı. Əziz izləyicilər, baxın, soğanlara baxın bir dənə. 1 manat 50 köpüyə. Mən keçən il almışam, elə qabda saxlamışam. Biraz da açmağa çalışır, amma həddədir. Açacaq da, bu hamısı sağlam soğanlar. Mən deyirəm, 30 ildir mənim əyitimdə var. Ama yaxşı kızıl gün çoğu var. Getiririz attı. Hə. 3 manatlara qabısın. Haradadır? Kafenin yanında polkada yığmışam. Kafenin yanında Belə, zabil. Yok, bir yana. Bu yana. Arayla gireyim dalaşkıyla sol. Biçmişəm onları. He. Hə. 3 manat. 3 manat 50 köpük. Güzel. Hə. Əzizlər, Çatladı yoksa çatmıyor. axırda zəhmət olmasa bir dənə ekranı hamı bəyənsin əzizləyicilər. Xahiş edirəm sizlərdən. Bir dənə zəhmət olmasa hamı ekranı bir dənə müştəriyə bir dənə frank ben. Ama bir sana kızıl gün gel hardadır. Xanım baba bir dənə göstərim sənə. Polkada yığmışam. Polkaya yığdıqlardan. İçmişəm olan xanım, indi açma. Görmez deyirəm, mən elə bir dedi ki, Açma. fevralda tarif əksəm. Heç bir problem yoxdur. Bu isə 2 manat. Açma. Bu 2 manat. Yox, Bir manada bunu verin, mənə bax. Əzizlər, bir dənə zəhmət olmasa ekranı bəyənək. Bir dənə maraqlı sözlər deyəcəm, yəni soğanlarla bağlı. Əzizlər, bir dənə hamı zəhmət olmasa ekranı bəyənsin bir dənə. Baxın, 7 manata rozalar salmışam sizdə, 7 manata. Yay qış açan rozalar, 7 manata. Əzizlər, zəhmət olmasa ekranı... Geçen de sizin filmler. Sağ ol xanım, çox sağ ol. Yenidən bir dənə sən giriş günə əzizləyicilər özünü yorma da niyə? Bizim işimiz bu dəqiqə elə bir zamanı təlib eləmişik ki, hər şey onlayndır. Yemək içmək də onlayn alırlar, nə bilim əyin başdır, hər şey onlayn alırlar. Ona görə inatı bütün işimi gücümü atmışam. Zəqələb bu dəqiqə sən boşa bilmirəm indi mən. Özdə bir dənə. Hə. Boşu. Zəhmət olmasa bir dənə ekranı hamı bəyənsin bir dənə əzizləyicilər. Ses kutusu gəlmir. Hə. Elə pencərə kənarına. 3 gündən 4 gündən suyunu verin. Fevralın axırına kimi, martın əvvəlinə kimi, ayın 1-nə kimi 100 faiz asıcı, mütləq asıcı.
Yəni dediyim kimi mütləq çöldə saxlamalısınız onu. Soyuqda olmalıdır. Sonra köçürdürürsünüz onu, qoyursunuz evə, tez asması üçün. Əgər tez asmasını istəmirsinizsə, öz vaxtında asmasını istəyirsinizsə, qoy qalıb çöldə. Yəni onu şaxta, maroz, soyuq vurmayacaq. Vaxtı çatanda, yaz ayı gələndə, torpaq oyanan vaxtında, hava isinəndə başlayacaq o öz vamında asmağa. Əzizləyicilər, bir dənə hamı ekranı bəyənsin bir dənə. 20 kaliyum bir dənə hamı. Martın axırının asman istəyirəm. Yəqin kələ tezdir əkmək. İndi əkə bilərsiniz. İndi əkin vaxtıdır əzizləyicilər. İndi əkilməlidir. Bu soğancaları hamısı indi əkilmə, əsr vaxtıdır. İndi əkmək lazımdır. Hal-hazırda istixanalarda hamı əkiblər. Qabdadır, əkiblər, soyuqda saxlayırlar. İnşallah 8 marta yaxında, 8 marta yaxın, fevralın 15-dən sonra paniklər yanacaq yandırırlar. İstilik sistemini bərpa edirlər ki, yaz ayında, yazıram 8 martda yaxın gül açsınlar, satışa gələcək. Yenə deyirəm, tez asmasını istəyirsinizsə, indidən əkilməlidir bu torpağa. Onu qoyursunuz soyuq yerdə, sonra elə bilin ki, fevral ayının 15-dən sonra istiyə qoyursunuz. Keçirdiniz istiyə, isti otağa qoyursunuz. Başlayır fevralın axırında kimi, martın əvvəlində kimi gül açmağa. Bir dənə də sizə bir endirimdə göstərmək istəyirəm. 60 manata verdiyimiz 50 manat salmışıq. İçində 40 dənədir. Hər rəngdən 10 dənə. Əzizləyicilər, hamısı da fikir verin, sağlam soğançalardır. Hamısı bax fikir verin, bir dənə içində xarab soğan yoxdur. 50 manata salmışıq bu ayın sonuna qədər. Bir dənə də burada çəhrayı hər rəngi var içində, 10 rəngdə. Soğanın üçün 10 dənədir içində, əzizlər, 15 manatadır. Bütün rayonlara, şəhər daxili ürəyimiz hara istəyirsə yollayırıq. Zəhmət olmaz, ekranı bəyənək, əzizləyicilər. Burada sonra bizdə sümbül soğançalar da var. Hər rəngdə. Bunlar ətirli olurlar. İndi əkilir, martın əvvəli, martın 10-15-cü subet sayılar açıcı. Hamısı sağlam soğançalardır və bütün rayonlara, şəhər daxili ürəyimiz hara istəyirsə yollayırıq. Zəhmət olmada sifarişimizi səhifədə WhatsApp nömrəsi var. WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Əzizlər, hamıca fikir verin. Bir dənə içində xarab soğan yoxdur. Hamısı sağlam soğançalardır. Zəhmət olmasa ekranı 20 kaliyum bir dənə hamılığına. Hamı bir dənə, ekranı bəyənsin bir dənə, 20 kaliyum bir dənə, əzizləyicilər, 1 manat 50 qəpiyə. Azərbaycanın heç yerində bu soğanlardan yoxdur, yalnız Xırdalan Gülçülükdədir. Sifarişimizdə səhifədə WhatsApp nömrəsi var. WhatsApp nömrəsi əlaqə saxlaya bilərsiniz və qiyməti cəmi 1 manat 50 qəpi. Bunun bizə hazır vəziyyətdə olanları 3 manat olacaq. Açmış halda olanları. Xahiş edirəm, zəhmət olmasa hamı canlı yayımı bəyənsin bir dənə. Əzizləyicə, qiyməti 1 manat 50 köpüydür. Sonra burada 10 ədədi 15 manat. İçində 10 dənədir, 15 manatadır qiyməti. Dağlar içində rəngli. Hansılar? 4 manata. Zəhmət olmasa ekranı bəyənək, əzizləyicilər. Mən hal-hazırda sizə soğanları göstərirəm, niyə? Çünki indi əkilməlidir bunlar. Mart ayında əkdiyi soğançaların heç biri atmayacaqlar. Və mart ayında məndə soğança olmayacaq ya, deyim bilirsiniz. Bu soğançalar indi əkilməlidir. 10 ədədi 15 manata. Bax, içində 10 rəngi vardı. 10 ədədi 15 manatdır və bütün rayonlara, şəhər daxili ürəyimiz hara istəyirsə yollayırıq. Zəhmət olmaz, ekranı bəyənək. bir dənə 20 kaliyey. Əzizləyicə, 1 manat 50 köpüyə, 1 manat 50 qəpi və bütün rayonlara, şəhər daxili ürəyimiz hara istəyirsə yollayırıq. Burada bizə sümbül soğanlar da var. Azərbaycanın heç bir yerində olmayan, yalnız Xırdalan Gülçülükdə olan sümbül soğanları. 1 manat 50 qəpi idi bunların qiyməti.
10 dənə hər rəngi var içində əzizləyicilər. 10 rəng var içində. Hər rəngdən bir dənə 15 manatadır qiymət. 10 ədəd içində soğan var. Balacaya salam. Aleyküm əssalam. Başqa rəngləri də vardı. 15 növdə var. Baxın, bunların hamısı altı soğandır. Posta, mən indi sizə bunları xudmani vəziyyətdə belə səliqəli düzəlmişəm. Bəzi nə edək ki, sümbül və türban soğanları torpaq altında açıb qutarandan sonra soğanı yerindən çıxart yenə. Ən salamatı budur. Soğanı yerindən çıxartmaq lazımdır. Əzizləyicilər, zəhmət olmasa hamı ekranı bir dənə bəyənsin. 20 kaliyyə bir dənə. 30 ildir mənim əyitimdə bunlardan vardı. 30 ildir. Və ildən ilə də artır. Hər ildə açırlar. Zəhmət olma, ekranı bəyən əzizləyicilər. Sümbül soğanları 1 manat 50 köpüyə. Sifarişimizi səhifədə WhatsApp nömrəsi var. WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 10 ədədi 15 manata. Baxın, səliqəli formada. Bütün rayonlara yollayırıq. Ürəyiniz har istəyirsə yollayırıq. 10 ədədi 15 manat əzizləyici. 10 ədəd zambaq soğanı 10 rəng içində 15 manatadır qiymət. Əzizləyici, bir dənə zəhmət olmasa hamı ekranı bəyənsin bir dənə. 20 kaliyyə bir dənə. Əzizləyicilər. Zambaqdır, yoxsa eyni şeydən. Zambaq Azərbaycancadır. Tülpan da Rus dilində. Amma eyni soğandır. 1 manat 50 köpəkdir ədədi. 10 dənə içində 15 manat və sümbüllər. Ciyasitlər deyirlər bunlar. Elmadır, ciyasitdir. Və qiyməti 1 manat 50 köpək. Azərbaycanda heç yerdə olmayan soğanlar. İndi əkilir və martın əvvəli super çiçəklər açır. Zəhmət olmaz, ekranı hamı bəyənsin əzizləyicilər. 1 manat 50 qəpiyyədir qiymət. 1 manat 50 qəpiy. Əzizləyicilər, qiyməti 1 manat 50 qəpiyyədir. Və bütün rayonlara, şəhər daxili ürəyiniz har istəyirsə yoldur. Və mən söndürürəm. Allah amanında olun. Sifarişinizi WhatsApp-a yaza bilərsiniz. İnşallah har istəyirsinizsə göndərərəm.